Mən ana layləsi eşitməmişəm. Bilmirəm, o da alır hansı halda o. Bu həsrət yolunda yanmaqdır peşəm. Nə yuxuda dinib, nə xəyalda o. Rəhlə Elçin ilk şeirini 12 yaşında yazıb. Hisslərini misralara köçürən şairənin yaradıcılığında hər şeirin öz hekayəti var. Orada mən anamı itirmişdim və qar yağırdı çöldə. Amma sobanın içərisində közərsə də od, xəfif bir kədərlə döyünürək, xatirə dillənir həzincə kövrək. Anam bu dünyadan köçəndən bəri köçdü evimizə qışın günləri. Məmməd Araz ocağından pərvazlanan Rəhlə Elçin ilk xeyir-duanı poeziya nəhəngindən almaq istəyib. Məmməd Araz şeiriyyətinin qüdrətindən faydalanıb qələm götürsə də, uzun müddət şeirlərini əmisinə yüksək səslə oxumağa cəsarət etməyib. Dövrü mətbuatda nəşr olunan yazılarımı həmidən gizlədirdim, bəzən bilirdi belə. Amma bir gün, yəni kövrə bir xatirədir ki, mən böyük Xəlil Rza Ulutürkün oğlu Təbrizə şeir yazdım və mən həmin şeiri Xəlil əmiyə göndərmişdim. Qarabağda çaylar qandı, şəhidlərim növcavandı, ölümün özü utandı, sən gedəndə can Təbrizim. Mən iş yerində əmi ilə görüşdüm, siyirməsini çəkdi və kitabının üstünə, Daş Arayı kitabının üstünə əmsinin ənənəsini davam elətdirən şairə balam Rəhləyə imzasını həkk elədi, mührünü bastı. Son zamanlarda səhhətində yaranan bəzi problemlər onu qələmdən soyutmayıb. Şairə hazırda 2 poema üzərində işləyir. Mübariz haqqında böyük səhifəli, samballı bir poema işlədim. Mən 4 cilidi çıxartmışam. Mən birinci deyim ki, Şəhid İbrahim Məmmədova poema yazmışam, milli qəhrəmanın milli qürurum. 3-cü kitabımda nəşr olunur. Mən Cavid haqqında böyük bir poema yazmışam. Mənim 5-ci cildimdə səndən sonra Saat nəşriyyatda redaktor olunub hazırdır. Məmməd Araz öz dünyam, söz dünyam. Yəni bu əsərimdə hazırdır, işıq üzü görəcək. Ədəbi fəaliyyətinə görə bir neçə dəfə mükafatlara layiq görülüb. Onun poeziyasında vətənpərvərlik mövzusu, mübariz ruh hakimdir. Rəhlə Elçin poeziyasını əbədi tərk etməyən bir mövzu var, Məmməd Araz. Bu mövzu onun şeirlərinin əsas qayəsidir. Onun hər misrasında poeziya nəhənginin adı və ruhu yaşayır. Asılı qalmışam daş tərəzidən, bir gözümdə sənsən, bir gözümdə mən. Bağrımda üz-üzə 2 dərd yatır, onun biri sənsən, biri də ki mən. Hər yapalaq təpə çəni götürməz, 100 çay cala qum üstüdən bitirməz, dünya bir də Məmməd Araz yetirməz. Sən dünyanın, dünya sənin olmadı.